Herkese salam. Kanalıma, evimə, vloguma xoş gəlmişsiniz hər biriniz. Bugünkü videomun mövzusu başlıqda gördüyünüz üzrə YouTube'dan nə qədər pul qazandım, nə vaxt çəkdim, nə qədər çəkdim. Ümumiyyətlə bir kanalın YouTube'dan pul qazanmaq üçün nə qədər müddət lazımdır və kanal açasınızsa əgər, kanal açmağı düşünürsünüzsə əgər, hansı mərhələlərdən keçəcəksiniz və nə tip kanalda açmağınız sizə faydalı olar. Bu kimi suallara cavab verəcəm. İnşallah sizin üçün maraqlı və faydalı olar. Bilirəm ki, hal-hazırda videomu 3 kateqoriya izləyici izləyir. Birinci izləyici mənim daimi, əziz, sevimli izləyicilərim. YouTube'dan nə yükləsəm, onun anında şərhini, like'ını məndən əsirgəməyən, daimi mənə dəstək olan canım izləyicilərimə buradan bir daha onlara təşəkkür edirəm. Hər zaman var olasınız. İkinci kateqoriya izləyicilər sırf ana səhifədə mənim videomu görüb altındakı başlığa görə pul qazanır sözünə görə, görüm nə qədər pul qazanır, o maraqlı gəldiyi üçün bu videonu hal-hazırda izləyən izləyici və üçüncü kateqoriyada az öncə qeyd elədiyim kimi kanal açmağa hazırlaşır və yaxud da ki YouTube'da kanalı var, amma pulunu AdSense hesab açmaq istəyir, yəni pul aktivləşərsə başına nə iş gələcək kimi sualları maraqlanarkən, axtarış bölməsində yazarkən qarşısına çıxan videolardan biri bu video olduğu üçün izləyir, baxır. İnşallah hər 3 kateqoriyanı maraqla izləyəcəyi bir vlog video olar. İkinci kateqoriyanı çox intizarda saxlamadan qeyd edeyim ki, YouTube'dan pul qazanırammı? Bəli, YouTube'dan pul qazanıram. Əgər siz bir video izləyirsinizsə, bir kanalın bir videosunu, hər hansı bir kanalın bir videosunu izləyirsinizsə və qarşınıza o videonu izləyərkən reklam çıxırsa, deməli o kanal pul qazanır. Amma bu pulun məbləği nə qədərdir? Önəmli olan budur. 1 qəpikdir, 2 qəpikdir, 5 qəpikdir. Bir də ki, pul qazanıram demək, o pulu alıb cibimə qoyub xərcləyirəm demək deyil, qızlar. Yəni insanlar, qızlar, uşaqlar necə deyim bilmirəm. Ola bilər ki, fərqli bu video başlığına görə çox adam izləyə bilər. Mən hər zaman videolarımın mövzusu qızlara aid olduğu üçün qızlar deyə müraciət edirəm deyə bu da ağız alışqanlığıdır. Yəni bu biraz fərqlidir. Mən məsəl üçün belə deyim, 2 yaşı tamam olacaq fevralda kanalımın və 1 ilə qədərdir ki, pul qazanmam aktivdir. Amma mən hələ YouTube'un şərtini əməl eləyə bilməmişəm ki, mən o pulu əldə eləyim. Mən o pulu əldə eləyəndən sonra YouTube ən azı $100 toplamamızı istəyir ki, o $100'ın hazırki dövriyyəsi belə deyim, 170 manat deyəkdirsə, onun 70 manatını bir də ümumi məbləğin 6-7%-ə qədər bir hissəsini çıxırlar və orada əlimdə mənim nə qədər qalır? 70-80-90 manat qədər bir pul qalır. Bunu da düşünsək ki, hər ay bu olmur. Bir neçə aydan bir olur. Əgər mənim kanalım kimi, mənim kanalım yəni kimi də deyil, biraz hətta mənim kanalımdan biraz yüksək kanallara aiddir bu. Və 3 aydan biri bunun hesabatını verməlisən. Amma təbii ki, bu belə qalmayacaq. Baxışlar çoxaldıqca, abunə sayım çoxaldıqca mən də inşallah izləyicilərin dəstəyi ilə, köməyi ilə mən də müəyyən abunə sayına gələndən sonra mən normal pul qazana bilərəm və ilk pulumu çəkəndə də təbii ki, sizlərlə bölüşəcəm böyük məmnuniyyətlə. Və 3-cü kateqoriya izləyicilər ki, kanal açmaq istəyirlər, maraqlanırlar, məlumat toplayırlar. Əgər ki, siz kanal açmaq istəyirsinizsə, YouTube'da əvvəla onu deyim ki, kanal açmaq bildiyiniz üzrə pullu deyil, ödənişli deyil. Belə bir həvəsiniz varsa, məncə həvəsinizi qırmayın, yoxlayın, bəxtinizi də sınayın. Bir də yaxşı-yaxşı fikirləşin, siz nə mövzuda kanal açacaqsınız. Məsəl üçün, mənim kanalım niyə kiçikdir, niyə abunə sayım azdır? Ona görə ki, mən müəyyən bir auditoriyaya xitab eləyirəm, müəyyən bir auditoriyaya aiddir ki, bu qadınlara, müəyyən, məsəl üçün, cavanlar, orta yaşlılar aiddir bu kanal və ola bilər sən xəbər səhifəsi açarsan, mağazin xəbərləri, gəzməli, görməli yerlər haqqında, yeməklər haqqında, dünya tarixi haqqında, incəsənət haqqında maraqlı bir kanal açarsan və sən həm kişilərə xitab eləyərsən, həm qadınlara xitab eləyərsən, həm cavanlara, orta yaşlılara, yaşlılara, gənclərə xitab eləyərsən və bir də coğrafiya çox önəmlidir. Belə ki, mən səsli video bölüşdüyüm üçün mənim danışığımı, səsimin, dilimi Amerika, İngiltərə bu başa düşə bilməyəcəyi üçün məni Azərbaycandan izləyirlər, uzağı Türkiyədən izləyərlər. Ondan da uzağı Almaniyadan, İngiltərədən 1-2 Azərbaycanlı izləyər və yaxud Türk izləyər. Amma səssiz videolarda daha çox kütlə izləyir.
Bunlar da var. Məncə video çəkmək istəyirsinizsə, həvəsinizi öldürməyin. Bir dənə şansınızı yoxlayın. Kanal açmaq istəyirsinizsə, bunu bir dəfə də qeyd eləmişəm. İndidəndən videoları çəkin, editləyin. Hazır bir əlinizdə 10-15 dənə video olsun ki, ilk başlayan andan dayanmadan videonu paylaşasınız ki, YouTube da sizi önə çıxarsın. Belə qızlar, ümid edirəm ki, bu faydalı olar. Mən pul qazanmıram deyə heç kim, o demək deyil ki, siz də qazanmayacaqsınız. O demək deyil ki, bu pul YouTube-da yoxdur. Bir şey də qeyd edeyim, deyilənə görə bir ilə qədər, bir il bundan əvvələ qədər normal bir baxışla normal bir pul qazanmaq olurmuş ki, indi o 3, 4, 5, hətta 5 dəfəyə qədər aşağı düşüb. Bu da mənim pul qazanma vaxtıma təsadüf edir, amma heç bir əziyyət yerdə qalmır. Həqiqətən heç kimin haqqı heç kimdə qalmır. Hətta YouTube-da belə, yəni YouTube-da belə mənim haqqımın qalacağını düşünmürəm və mən niyə onda sən paylaşım edirsən, qazanıram amma ürəyim istəyən qədər qazanmıram deyirsənsə, niyə özünə əziyyət verirsən deyirsənsə, əgər düşünürsənsə, mən video çəkməyi çox sevirəm və video çəkməsəm də bu ev işini görəcəm. Ona görə də video çəkərkən də düzdür, hər nə qədər yorucu olsa da, amma maraq qatmış oluram. Həm günümə maraq qatmış oluram, həm bu videoları paylaşarkən gələn şərhlər mənə çox gözəl, necə deyim, təsir bağışlayır. Gözəl bir auditoriya toplamışam özüm üçün. Hələ ki, maddi qazancım cibimə gəlməsə də, mənəvi qazancım mənə bəs eləyir. Bunu da davam elətdirirəm, ona görə ki, bunu davam elətdirmək mənə heç bir maddiyyat itirmədiyi üçün mən bunu davam elətdirmək istəyirəm və davam elətdirirəm. Ümid eləyirəm ki, pul qazanırsanmı, nə qədər qazanırsan, bəs bizə niyə demirsən kimi sualları artıq vermərsiniz. Çünki bu sual mənə həm ətrafımdan verilirdi, həm YouTube-da verirdilər bu sual mənə. Hətta bəzən cavab vermirdim YouTube-da. İkinci səfər çox aqressiv şəkildə sən niyə qazancını gizlədirsən ki, deyə sual verilirdi. Yəni qazancımı gizlətmirəm. İnşallah o pul çəkəndə də sizlərlə bölüşərəm. Dediyim kimi mən hələ bir il qədər müddətdir ki, heç mən o 100 dolları tamamlamamışam. Bəlkə kanalım böyüdükcə tez bir zamanda 100 dollardan da çox tamamlayaram. Amma hələ heç elə də tələsmirəm və səbirlə, əzmlə videolar çəkməyə davam eləyəcəm qızlar. Sizlərin də təbii ki, köməyinizlə o məbləğə, o statusa yüksələcək və siz də kanal açmaq istəyirsinizsə, özünüzü bir yoxlayın deyirəm, məsləhət görürəm. Səhərin mənzərəsi bir başqa gözəl, axşamın mənzərəsi bir başqa gözəl olur bu pəncərədən. Çox gözəl olur. Hər nə qədər kamerada qarma-qarışıq görünsə də canlı, daha gözəldir. Havalar soydu, külək başladı, qış moduna keçdik. Deməli, mən evi falan təmizlədim, sular dayandı artıq. Amma mən sular olan bütün işimi gördüm, yeməyimi falan hazırladım. Burada xalçamı gətirdim, buranın xalçasını taxdım, sərdim, nə deyim bilmirəm. Deməli, buranı salmışam evi təmizləyəndən sonra təzələn bunun üzünü bir də toz soranlamışam. Yəni, bunu gün orta üstü eləmişəm da. Yəni, axşama qədər görürsünüz, orada ağaq izlər. Bu da yeriyib getdikcə, gəldikcə o üstümüzdən, başımızdan tökülən tozdur, paltarın ipidir, nədirsə da, yəni. Onlar da hamısı belə elə pis görünür ki, bu rəngdə. Məni qışda incidir bu rəng. Ev çirkli göstərir, o dəqiqə bildirir. Neysə, bir dənə buranı taxdım, amma o balaca xırda ki, hər zaman, hər qış taxdığım xalçalarım, yəni mətbəxə taxacam sabaha falan.
Digərini də yəqin ki qapının ağzına taxaram. Qış paltarlarımın bir qismini çıxartdım, amma yay paltarlarım hələ də var. Çünki hava tam soyumur. Bilmirik necə olacaq. Yəni üstdən vitrovka geyinib, altdan qalın bir jaket geyinəndə adam tərləyir. Bir gün də olur ki, üşüyürsən. Belə bir havadadır. Yəni o nazik koftaları götürümmü, götürməyim tərəddüd edirəm. Ona görə qalmışam belə. O da bir sürü yer tutur. Özünüz də görürsünüz ki, şkafım çox balacadır, paltar şkafım. Yəni birini götürməliyəm ki, o birisini gətirməliyəm də, belə olmalıdır. Yerləşdirməliyəm. Mən sizdən sağollaşım. İnşallah növbəti vloqlarda görüşərik. Özünüzə yaxşı baxın, kanalımda qalın. Şərhlərdə görüşərik. Şərhlərinizi, like'larınızı gözləyirəm hər birinizdən. Videolarımdan xəbərdar olmaq istəyirsinizsə, bildirim zilini aktivləşdirməyiniz kifayətdir. Bildirim zili də abunə ol işarəsinin sağ hissəsində balaca zınqrov işarəsidir. Sadəcə üzərinə toxunursunuz, o qədər. Və beləliklə mən video paylaşanda ilk siz xəbərdar olursunuz qızlar. Hələlik özünüzə yaxşı baxın.